...25 Aprel 2026 yıl tarixində Ukrayna prezidenti Volodymyr Zelenskinin Azərbaycana səfəri baş tutdu. Qəbələdə baş tutan görüş həm ikitərəfli münasibətlər, həm də mövcud geosiyasi durum baxımından mühüm əhəmiyyət kəsb edir. Volodymyr Zelenski prezident İlham Əliyevlə əvvəl təkbətək, sonra isə geniş tərkibdə görüş keçirdi. Qeyd edək ki, bu Zelenskinin müharibə dövründə Azərbaycana ilk səfəri idi. 4 ildən bir qədər artıq müddətdə davam edən müharibə dövründə isə iki liderin 7-ci görüşü idi. Görüşün gündəliyində təhlükəsizlik, enerji və humanitar əməkdaşlıq əsas yer tutdu. Zelenskinin səfəri göstərir ki, Bakı ilə Kiyev arasında əməkdaşlıq uzun müddətli strateji maraqlara əsaslanır. Prezident İlham Əliyevin Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcəkdir fikri bu xəttin davamlı olacağını açıq şəkildə göstərir. Dövlət başçısı Kiyevlə əməkdaşlığın çox güclü siyasi təməli olduğunu vurğuladı. Volodymyr Zelenski isə Azərbaycana Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyə görə təşəkkür etdi. İki ölkə arasında prioritet istiqamətlər arasında energetika, nəqliyyat, aqrar sənaye, logistika və qarşılıqlı investisiya xüsusi yer tutur. 2022-ci ildə əldə olunmuş razılaşmalar isə bu əməkdaşlığın həcmini 2 dəfə artırmaq məqsədini ortaya qoymuşdu. Hərbi texniki əməkdaşlıq məsələsinin gündəmdə olması isə münasibətlərin strateji dərinliyini daha aydın göstərir. Prezident İlham Əliyevin bəyanatında enerji sahəsinə xüsusi yer ayırması da nəzərdən qaçmadı. SOCAR-ın Ukraynada fəaliyyəti iki ölkə arasında iqtisadi əlaqələrin real göstəricisidir və bu sahədə əməkdaşlığın daha da genişlənməsi üçün potensial mövcuddur. Azərbaycan dövləti münaqişələrdən əziyyət çəkən xalqlara dəstək göstərməyi öz xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyən edib və bu yanaşma Ukrayna ilə münasibətlərdə də açıq şəkildə hiss olunur. Ukraynadan olan uşaqların Azərbaycanda reabilitasiya proqramlarına cəlb olunması bu siyasətin ən bariz nümunələrindən biridir. Bu təşəbbüslər davamlı xarakter daşıyır və yaxın perspektivdə Ukraynalı tələbələr üçün də oxşar proqramların həyata keçirilməsi planlaşdırılır. Bununla yanaşı Ukraynada enerji infrastrukturunun zədələnməsi nəticəsində yaranmış çətinliklər fonunda Azərbaycanın göndərdiyi elektrik generatorları mülki əhali üçün mühüm dəstək rolunu oynayır. Xəstəxanalar və sosial obyektlərin fəaliyyətinin təmin olunmasına yönələn bu addımlar Azərbaycanın humanitar siyasətinin praktik təzahürüdür. Zelenski də çıxışı zamanı İlham Əliyevə həm enerji dəstəyi, həm də uşaqlar üçün bərpa proqramlarına görə ayrıca təşəkkür etdi. Qeyd edək ki, bundan əlavə Azərbaycan Ukraynanın İrpin şəhərinə humanitar yardım kimi 5 elektrik sərnişin avtobusu verib. Görüş çərçivəsində real müdafiə sənaye layihələri, antidron əməkdaşlığı, enerji təşəbbüsləri və humanitar proqramlar üzrə 6 sənəd imzalandı. Səfərin siyasi baxımdan ən çox diqqət çəkən bəyanatı isə sülh prosesi ilə bağlı oldu. Zelenski bildirdi ki, Ukrayna Rusiya ilə üç tərəfli danışıqlara hazırdır və əgər Rusiya diplomatiyaya hazırdırsa, belə görüşlər yaxın gələcəkdə Azərbaycanda da keçirilə bilər. Zelenskinin Azərbaycanı mümkün danışıqlar meydançası kimi dilə gətirməsi, Bakının regional diplomatiyada yeni mövqe tutduğunu və bu mövqenin artıq qlobal miqyasda qəbul edildiyini göstərir. Bu görüş bir daha sübut etdi ki, Azərbaycan bugün regionda yeni bir reallıq yaradıb. Həm ən etibarlı tərəfdaş, həm humanitar yardımlara imza atan dövlət, eyni zamanda da qlobal münaqişələrin həllində vasitəçi, diplomatik meydança statusunu qazanıb.